Dəyərli abituriyentlər, buraxılış imtahana hazırlaşırsınızsa, məhz bu izah edəcəyim sual sizlər üçündür. Sona qədər izləyin. Çox maraqlı bir məqamı qeyd etmişəm. İstədim sizlərlə bölüşüm. Baxaq sualımıza. Deyir, aşağıdakı cümlələrdən birində i ilə qoşmadır. Biz bilirik ki, i ilə nə zaman qoşma olur, nə zaman bağlayıcı olur. Standart qaydamız budur ki, iləni vədən əvəz edə bilirsənsə, o bağlayıcıdır. Əgər əvəz edə bilmirsənsə, qoşmaz. Amma bir fərqli məqam var, onu burada mən qeyd etmişəm. Baxın, deyir, Murad ilə Səlim dostdur. Dostdur. Bax, kim dostdur? Səlim, kimi ilə? Murad ilə. Baxın, burada qoşmadır. Ay müəllim, mən vədən əvəz edə bilirəm. Murad və Səlim dostdur. Unutmuruq. İləni vədən əvəz edə bilirsənsə, cümlənin xəbəri cəmdə olduğu halda sən onu bağlayıcı deyə bilərsən. Əgər iləni vədən əvəz etdin, cümlənin xəbəri təşkildirsə, sən heç bir halda onu bağlayıcı deyə bilməzsən. Çünki bağlayıcı həmcins üzvlər arasında işlənir. Əgər bunlar həmcins olsaydılar, cümlənin xəbəri cəmdə olardı. Həmcins olmadığı üçün bu xəbər, dostdur xəbəri bir mübtədaya aiddir. Demək, dostdur xəbərdir, Səlim mübtəda, Murad ilə isə tamamlıqdır və biz müraciət şəkildə qoşma deyə bilərik. Sənin cavabın oldu A variantı. Digərini keçirir. Baxın, deyir, Şəbnəm ilə Lalə bizə gələcəkdir. Cümlənin xəbəri cəmdədir, bəli, vədən əvəz edə bilirəm, Şəbnəm və Lalə. Təbii ki, oldu bağlayıcı. Aydan ilə Cunlara o zirvəni fərq edəcəklər. Yenə xəbər cəmdədir. Aydan və Cunlara deyə bilirəm. Təbii ki, bağlayıcıdır. Duyğu və Günel hər şeyin gözəl olacağını bilirdilər. Xəbər cəmdədir. Duyğu və Günel həmcins mübtədalardır və vədən əvəz edə bilirəm. Təbii ki, bu bağlayıcıdır. Əfsanə və Samirə bacıdırlar. Cümlənin xəbəri cəmdədir. Əfsanə və Samirə həmcins mübtədalardır. İləni vədən əvəz edirəm, o da olur bağlayıcı. Unutmuruq. Hansı cümlədə əgər iləni vədən əvəz edə bilirsənsə, o demək deyil ki, o mütləq bağlayıcıdır. Unutmayacaq. O zaman bağlayıcı olur ki, iləni vədən əvəz et, xəbəri var. Xəbər cəmdə olduğu halda sən orada bağlayıcı deyə bilərsən. Xəbər təşkildirsə, orada bağlayıcıdır. Sən onu yenə qoşma deyəcəksən. Düşünürəm ki, bu da maraqlı məlumat oldu sizlər üçün. Bu cür videoların davamı üçün mütləq kanala abunə olursunuz. Eyni zamanda rəy yazmaqda unutmursunuz. Təşəkkür edirəm.